Şimdi təndirimizi demolaşıb hazırlamışıq. Təndirimizin izolyasiyası qalıb bir dənə. Təndirimizi izolyasiya edəcəyik. Laçın şəhəri Zabuq kəmizi. Bizim dədə baba adət-ənənəmizdir. Analarımız pişirərdi, yığışardıq başına. Laçın çörəyidir, təndir çörəyi. Oradan çörək götürüb yeyərdik. Təndir qalandı, kündələr hazırlandı. Ədviyyatları da kündələrin üzərinə çəkib, artıq bişməsi üçün isti təndirə yapılır. Özünə məxsus qoxusu bizi valeh edir. Körpü uşaqlar kimi təndir başında çörəyin bişməsini gözləyirik ASTV xəbər komandası olaraq. Müşahidələrimdən bir daha başa düşdüm ki, o qədər asan deyilmiş çörək bişirmək. Xeyli güc, zəhmət tələb edir. Elxan Əliyev isə bu işin əsl zəhmətkeşidir. İşin sirrini soruşdum. Təndirçi xanım dedi ki, ən əsas sirri məhz sevgidir. Bir də nəzərə alın ki, bu çörəklərin hər biri Zabuqda bişirilir. Onda sevgi bir başqa gözəl olur.